ABŞ prezidenti Donald Trump İrana hərbi müdaxilə ehtimalının istisna olmadığını bildirib. O bunu Davosda dünya liderləri ilə görüşdən sonra ABŞ-ya qayıdarkən Air Force One təyyarəsində jurnalistlərə açıqlamasında deyib. Trump Tehrana etirazçıların öldürülməməsi və nüvə proqramının yenidən başladılmaması ilə xəbərdarlıqlarını da təkrarlayıb. Maraqlıdır, ABŞ-nin İrana hərbi müdaxiləsi nə dərəcədə gözləniləndi və bu region üçün hansı risklər yarada bilər? Mövzu ilə bağlı Today Press TV-yə danışan siyasi analitik Abu Talib Səmədovun fikrincə, ABŞ-nin İrana müdaxiləsi nüvə və raket proqramları ilə bağlıdır. Stat, Amerika Birləşmiş Ştatlarının İrana hərbi müdaxiləsi İranda baş verən etirazlardan əvvəl də gündəlikdə olub və bu gün də aktuallığını qoruyur. Çünki iki əsas məsələ üzrə razılığa gəlmək mümkün olmayıb. Birincisi İranın nüvə proqramıdır. İkincisi isə onun ballistik raket proqramıdır ki, bu da Amerika Birləşmiş Ştatlarını və İsraili qətiyyən qane etmir. Statın sonu. Analitik qeyd edib ki, İran nüvə və raket tələblərindən güzəşt etmir. Stat, İrandan tələb olunur ki, uranı ölkə daxilində zənginləşdirməsin. Ya onu hansısa dövlətdən alsın, ya da bölgədə müştərək konsorsium yaradılsın və həmin konsorsiuma Amerika Birləşmiş Ştatları Atom Agentliyi ilə birlikdə nəzarət edə bilsin. İran isə bunu qəbul etmir. Ballistik raketlərlə bağlı məsələ üzrə də razılığa gəlmək mümkün olmayıb. Statın sonu. Abu Talib Səmədov vurğulayıb ki, İranda etirazlar boğulub və Qərb bundan istifadə etməyə çalışıb. Ekspert hesab edir ki, əsas problem isə hələ də qalmaqdadır. Stat, İran güzəştə getməsə, yaxın vaxtlarda ölkəyə qarşı mütləq aviasiya və raket zərbələrinin endiriləcəyi ehtimal olunur. Statın sonu. O sonda əlavə edib ki, ABŞ və İsrail İrana qarşı hərəkət edə bilər. Qeyd edək ki, 2025-ci il dekabrın 29-da İran valyutasının kəskin ucuzlaşması səbəbindən Tehranda etiraz aksiyası başlayıb. Dekabrın 30-da aksiyaya tələbələr də qoşulub. Hazırda ixtişaşlar zamanı rəsmi olaraq 20 min insanın həlak olduğu bildirilir. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.